Hər birinizi salamlayıram. Mən Sara Müzəffər, kanalıma xoş gəlmişsiniz. Bugün sizlərlə növbəti dərs videosunu paylaşırıq. Mövzumuz Azərbaycan 20-ci əsrin 40-80-ci illərində, yəni 2-ci Dünya müharibəsindən 1-ci Qarabağ müharibəsi başlamağına qədər olan bir hissəni danışacağıq sizə. Baxaq görək bu hissədə bizə nələr lazımdır, kitablarımızda nələr istifadə edilir, imtahanda bizim qarşımıza nələr çıxa bilər. Əlavə olaraq rəylərdə qeyd edilir, Azərbaycan tarixində xanlıqlar dövrü və digər dövr məsələləri ilə bağlı. Bunu əvvəlki videoda qeyd edelim, indi də qeyd edirəm ki, bu dövrlərlə bağlı onsuz da bizim videolarımız var, dərs videolarımız keçən il paylaşılıb və bundan istifadə edə bilərsiniz. Çünki hər hansısa bir dəyişiklik yoxdur. Amma ümumi belə əsas dəyişikliyi olan hissələrdə proqramı yekunlaşdırandan sonra bəlkə həmin mövzular barədə video çəkdim. Ona görə narahat olmayın. Başlayaq bugünkü dərsimizdən. Azərbaycanda 2-ci Dünya müharibəsi, yəni ümumiyyətlə dünyada bitib, biz də müharibədən çıxmışıq, amma necə başlayacaq proseslər? Bunu danışmaq üçün ümumiyyətlə bu dövrü böləcəyik biz 4 dövrə. 4 dövrdən biri, ilk danışacağımız dövr, birincisi olacaq 1945-1953-cü illər və yaxud 54-cü illər. Birinci danışacağımız dövr bu dövrdür. Niyə bu dövrdən danışırıq? Çünki müharibə bitdi. Müharibə bitəndən sonra görək bizdə proseslər necə dəyişdi? Yəni, hər hansısa bir irəliləyiş mi oldu, geriləmə mi oldu, yaxşıdırmı, pisdirmi? Onlardan danışaq. Təbii ki, hələ də Azərbaycan SSR-yə rəhbərlik edir Mir Cəfər Bağırov, Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsindədir. 1933-cü ildən bəri də bu proses davam edir. Eyni şəkildə SSR-yə də rəhbərlik edir Stalin. Yəni, o da 24-cü ildən bəri həmin vəzifədədir. 1945-ci ildə müharibə bitəndən sonra ilk olaraq Azərbaycanda təbii ki, əhalinin sayı aşağı düşür. Əhalinin sayı azalır. Niyə azalır? Çünki əhalinin böyük bir hissəsi gedib müharibəyə, kişi əhali, doğum faizi aşağıdır, ona görə əhalimizin sayı azalıb. Digər bir tərəfdən isə müharibə dövründə də yenə Azərbaycanda repressiyalar həyata keçirilir deyə, bu da istər-istəməz əhalinin sayının azalmasına səbəb olur. Amma müharibədən sonra artıq Azərbaycanda doğum faizi yüksələcək, bunun nəticəsində də yenə əhalinin sayında artım görmüş olacaq. Bir bu. İkincisi, iqtisadi vəziyyət təbii ki, yaxşı deyil. İqtisadi cəhətdən zəifləmə var. Niyə zəifləmə var? Çünki həmin dövrdə əsasən iqtisadiyyat müharibənin təməllərinə və tələblərinə uyğunlaşdırılmışdır. Artıq müharibə bitdikdən sonra iqtisadiyyatı dinc dövrə uyğunlaşdırmaq lazımdır. Bu da müəyyən bir zaman alacaq. Azərbaycanın da həmin dövr üçün əsas iqtisadiyyatı neftdir. Neftdə müəyyən bir yenilik eləməyi düşünürük ki, nə eləyə bilərik neftdə? Və belə bir şey, 1948-ci ildə dənizdə neft estakadalar qurulur. Estakadalar quruldu və 1949-cu ildə artıq həmin o estakadalarda neft fontanı vurur və dünyada ilk dəfə Azərbaycanda açıq dənizdən neft çıxarılmağa başlanır. Dənizdən neft çıxarılacaq. Harada? Azərbaycanda. Sonra davam etsək bu dövrü Azərbaycanda görək nələr var, iqtisadi məsələlərimizi dedik. Yeni yaranan sənaye müəssisələrimiz, sənaye şəhərlərimiz var. Məsələn, bu Sumqayıt, Daşkəsən, sonra Mingəçevir, Əli Bayramlı, indiki Şirvan. Bu rayonlarda və yaxud bu şəhərlərdə daha doğrusu yeni sənaye obyektləri tikilir və yaxud yeni iqtisadi obyektlər tikilir. Sumqayıt Azərbaycanın kimya şəhəri olur. Mingəçevirdə 1954-cü ildə su elektrik stansiyası tikilir. Daşkəsəndə yenə eyni şəkildə kobalt zavodu tikilir 1954-cü ildə. Və də 45-54-cü illər aralığında yeni sənaye şəhərlərimiz var. Bu sənaye şəhərlərində də yeni iqtisadi müəssisələrin tikildiyini görürük. Sonra davam etsək, 1929-cu ildə kartoçka sisteminə keçmişdilər. Müharibə dövründə də bu proses davam edirdi. 1947-dən etibarən artıq məhsulların verilməsində talon sistemi ləğv ediləcək. Talon sisteminin qarşısına X qoyulub, talon sistemimiz ləğv edildi. Bu dövrdən deyəcəyimiz digər iki əsas məsələ isə sona qalır. Bunlar nələrdən ibarət? Birincisi, Azərbaycanda müharibədən sonra repressiyaların yeni dalğasının başlanmasıdır. Bu dəfə repressiyaya məruz qalır kimlər? 1949-cu il
Heydər Hüseynov yazdığı əsəri var. 19-cu əsr Azərbaycanda fəlsəfi fikir tarixindən əsəri. Həmin bu əsərə görə Heydər Hüseynov, orada Heydər Hüseynov Stalin mükafatı ilə mükafatlandırılmışdı. Bu əsəri yazdıqdan sonra 1949-cu ildə ona verilən Stalin mükafatı geri alınır. Sonra da o özünü intihar edib öldürəcək. Onu da niyə geri alırlar? Çünki yazdığı əsərdə Şeyx Şamili Çar Rusiyasına qarşı mübarizənin bir simvolu kimi göstərmişdi, onu dəstəklədiyini bildirmişdi. Heydər Hüseynov belə getdi. Ondan sonra Mirzə Kazım bəy. Buna deyirlər ki, sən Çarizmin sadiq qulusan. Sonra Məhəmməd Arif Dadaşzadə. Buna deyirlər ki, sən Türkiyə cəsususan. Sonra Abbasqulu Bakıxanova deyirlər ki, sən bəy ağalar tərəfdəsən. Sonra Kitab-ı Dədə Qorqud dəstanına deyirsiniz ki, Dədə Qorqud, sən irticacı, feodal erkosusan. Biz bunların hər biri qadağanlanır. Heydər Hüseynov, Kazım bəy, Dadaşzadə, Bakıxanov, Kitab-ı Dədə Qorqud dəstanında eyni şəkildə. Bu repressiyaların növbəti dalğası deməkdir. Ondan sonra 45-54-cü illər və ya 53-cü illər arasında deyəcəyimiz əsas hadisələrdən biri yenə Qarabağ və Ermənistanla bağlı olan bir məsələdir ki, 1945-ci ildə ermənilər yenə Dağlıq Qarabağın onlara verilməsi ilə bağlı bir tələbnamə göndərirlər SSR-yə, Stalinə ki, bəs Qarabağ bizə verilməlidir, Dağlıq Qarabağ Azərbaycanın hakimiyyəti altında mutlaq qurum olmamalıydı, bizim hakimiyyətimiz altında olmalıydı. Belə olduqda Stalin bu proseslə bağlı Mirzəcəfər Bağırovla danışır. Bağırov da deyir ki, yaxşı, yəni ermənilər bunu nə ilə əsaslandırırlar? Deyir, ermənilər bununla əsaslandırırlar ki, Dağlıq Qarabağda ermənilər daha çox yaşayır. Bağırov deyir ki, lap yaxşı, onda gözləyin, Vedi var, nə bilim, orada bəzi bizim rayonlarımız var, kəndlər adları yadıma gəlmədi. Dedi ki, belədirsə, onda o kəndlərdə bizə qaytarılmalıdır. Ermənistanda da, amma Azərbaycanda çox yaşayır. Və yaxud Sovet Respublikası Azərbaycanda qurulanda biz Gürcüstana ərazi vermişik, Rusiyanın özündə ərazimiz var, Ermənistanın özündə ərazimiz var, İranda ərazimiz var. Bunlarda bizə geri qaytar. Stalin də baxır, görür ki, yox, bu proses əgər olsa qarışıqlıq yaradacaq. Ona görə ermənilərə deyir ki, qutar, yığışdır bu söhbəti. Ermənilər də fikirləşir ki, yaxşı, 45-ci ildə biz Qarabağ məsələsini həll edə bilmədik. Amma neyniyək? Deyir ki, Stalin deyir ki, biz qərar vermişik 1946-cı ildə və bunu qərara almışıq, 47-də qərarı verirlər ki, xaricdə yaşayan deyir ermənilər gəlib Ermənistanda məskunlaşacaqlar, onların vətənləri buradır. 1947-ci ildə qərar verilir ki, xaricdə yaşayan ermənilər gəlirlər Ermənistana. Ki, onların dövləti var da, vətənləri var, vətənlərinə köçüb gəlmək istəyirlər. Amma onların gəlib burada məskunlaşmağa yeri azdır, yəni yeri yoxdur. Niyə? Çünki Ermənistanda Azərbaycanlılar yaşayırlar. Bizim xaricdən gələn ermənilər gəlib Ermənistanda məskunlaşa bilsinlər deyə biz Azərbaycanlıları buradan çıxardaq və göndərək Azərbaycana. 1948-ci ildə deportasiya haqqında fərman verilir. Mart ayında deportasiya. Yəni Ermənistan SSR-də yaşayan Azərbaycanlı əhalinin oradan köçürülüb Azərbaycanın Kür-Araz ovalığında məskunlaşdırılması. 1948-də başlayır bu proses, 1953-cü ilə qədər davam edəcək. Biz buna deyirik deportasiyanın birinci mərhələsi. Çünki ikinci mərhələsi 1988-də başlayacaq. Əsasən gəlib harada məskunlaşdırırlar, gələn Azərbaycan əhali? Sabirabad, Səlyan, Mingəçevir, Əli Bayramlı deyəcəm. Əli Bayramlı, İmişli, nə bilim, Hacı Qabul, Kürdəmir, Zərdab, Yevlax, Ucar, əsasən mərkəzi Aran bölgələrində məskunlaşdırılırlar və orada öz həyatlarını davam edirlər. 1953-də olan prosesimiz də budur. Nəysə, birinci əsas hissə öyrənəndə bu hissəni öyrənirik. 45-53-cü ildə nələr baş verəcək? Niyə 53-ə qədər gəldik, dayandıq? İndi onu görəcəyik. Çünki elə buradan yazsam, 1953-cü ildə nə baş verir? 1953-cü ildə Stalin ölür. Bəli, nəhayət. 1953-də Stalin öldü. Stalinin yerinə gələcək Xruşov. Azərbaycanda da 1953-cü ildə Mirzəcəfər Bağırovu həbs elədilər, sonra onu ittiham elədilər. Bağırovun yerinə də 1954-cü ildə Azərbaycanda Azərbaycan Kommunist Bolşevik Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə İmam Mustafayev gələcək. 1954-də də bizdə deməli Mirzəcəfər Bağırovun yerinə
İmam Mustafayev gələcək. Hə, indi biz növbəti hissədə danışacağıq İmam Mustafayevdir. İkinci danışacağımız proses İmam Mustafayevin dövründə Azərbaycan Sovet Sosialist Respublikasında baş verən hadisələrdir. İmam Mustafayev 1954-cü ildən 1959-cu ilə qədər Azərbaycanı idarə edəcək. Nələr var onun dövründə? İmam Mustafayevin dövründə əsasən milli şuur artıq, millətçilik anlayışı biraz genişlənməyə başlayır. Millətçilik, milli oyanış. Niyə buna da səbəb nə olur? Çünki Stalin əvəzinə Xruşov gəlir, Xruşov nisbətən mülayimləşmə siyasəti yürüdür. Yəni biz artıq Stalindən sonra 50-ci illərdə həm SSR-də, həm də ona daxil olan respublikalarda bir mülayimləşmə siyasəti görürük. Eyni şey Azərbaycana da aiddir. O siyasətin nəticəsində məsələn repressiya qurbanlarına bəraət verilir. Repressiya qurbanlarına bəraət verildi. Sonra 1956-cı ildə Azərbaycanın 1937-ci ildə qəbul edilmiş ikinci konstitusiyasına bir maddə əlavə edildi, dəyişiklik elədilər. Bu dəyişikliyin mahiyyəti də ondan ibarətdir ki, artıq Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan dili haqqında bir maddə əlavə edildi. Ondan sonra 1959-cu ildə İmam Mustafayev belə bir qərar verdi ki, Rus dilli məktəblərdə artıq Azərbaycan dili həftədə bir dəfə də olsa məcburi fən kimi keçiləcək. Rus dilli məktəblərdə Azərbaycan dili məcburi fən kimi keçiləcək. Sonra elə 1956-cı ildən davam eləsək, Dövlət Telestudiyası, televiziya İmam Mustafayevin dövründədir. Daha sonra Bakı həmin dövrdə bir beynəlmiləl şəhər olmağa doğru gedirdi. Çünki müharibədən sonra ümumiyyətlə Bakıda, Azərbaycan digər şəhərlərində ki, bu yeni iş yerləri, sənaye obyektləri açılır. Artıq o obyektlərə dünyanın deyəndə ki, yəni SSR-yə daxil olan digər ölkələrdən işləmək üçün işçi qüvvəsi gəlir və o işçi qüvvəsi də böyük bir çoxluğu Bakıda, o iş yerləri daha çox Bakıdadır deyə Bakıda məskunlaşırlar. Bu da Bakıda Azərbaycanlı əhalinin sayının azalmasına səbəb olur. Amma İmam Mustafayevin dövründə biz görürük ki, Bakıda Azərbaycanlı əhalinin sayı artır. Bu da Moskvanın planı var idi ki, Bakını Azərbaycanın tərkibindən çıxarsın, beynəlmiləl şəhər statusu ilə birbaşa SSR-yə, yəni Moskvaya tabe eləsin. Bakıda Azərbaycanlı əhalinin sayının artması nəticəsində Bakının beynəlmiləl şəhər kimi birbaşa SSR-nin tərkibinə daxil edilməsi faktı öz hüquqi qüvvəsini itirmiş olur. Yəni belə bir şey edə bilmirlər. Sonra əsas kargüzarlıq işləri başlayır Azərbaycan dilində aparılmağa. Azərbaycan dilində məhkəmədir, mülki və cinayət məcəllələri dövlət respublikanın öz ixtiyarına verir ki, bundan sonra siz özünüz tənzimləyəcəksiniz bu prosesi. Ən sonunda da 1959-cu ildə biz artıq kolxozçulara da pasport verilir və onlar da artıq kənddən şəhərə gələ biləcəklər. Amma belə danışaq ki, 40-50-ci illərdə artıq SSR-də də 60-cı illərdə bəzi qərarlar verilirdi ki, xırda kolxozların birləşdirilib iri kolxozların tərkibində komplektləşdirilməsi məsələsi. Bu oldu İmam Mustafayev. Sonra da iki nəfərdən danışacaq, onunla da dərsimiz yekunlaşacaq. İmam Mustafayev qoyduq kənara. Bu arada abituriyentlərə bu hissədən sual düşməyəcək. Yəni 50-80-dən. Mən düşünürəm ki, abituriyentlərə düşən sual 20-40-cı illərdən gələcək. Bunu yadınıza saxlayın. İmam Mustafayevi qoyduq kənara, silək. Gələk ondan sonra Vəli Axundovun dövrü. Təbii ki, yenə İmam Mustafayevin dövründə də ermənilərin həm Ermənistanda, həm Dağlıq Qarabağda siyasi prosesləri biraz aktivləşdirilməsini görürük. Hətta Azərbaycan dilində olan universitetlər, pedaqoji klublar falan belə bağlanır edilir. Təbii ki, bu proses yenə bu dövrdə də davam edir. Gələk Vəli Axundovun dövründən 1959-cu ildə İmam Mustafayevə deyirlər ki, sən bu qədər şey elədin, deməli sən millətçisən, millətçilikdə damğalanır və onu hakimiyyətdən göndərirlər. 1959-1969-cu illərdə Azərbaycan Komünist Partiyası Bolşevik Komitəsinin birinci katibi vəzifəsində olacaq Vəli Axundov. 69. Vəli Axundov. Baxaq görək Vəli Axundovun dövründə Azərbaycanda nə baş verəcək Axundov.
Xronoloji ardıcıllıqla getsək, 1962-ci ildə Milli Azərbaycan qərargahı yaradılacaq, MAQ. MAQ-ın yaradılmasında məqsəd nədən ibarətdir? Milli şuurun inkişafına kömək etməlidir və vəzifəyə gəlmək üçün milli kadrlar hazırlamalıdır Milli Azərbaycan qərargahı. Sədri Oqtay Rəfilidir, onun müavini də Xudu Məmmədovdur MAQ-da. Xronoloji ardıcıllıqla getsək, il məsələlərində biz 1967-ci ildə Şərqdən Yaxın Şərqə ilk metropoliten, Bakı metropoliteninin açılmasını görürük, metro. Sonra il məsələsi ilə bağlı əslində bunu deyə bilərdim. 1966-da Cənubi Azərbaycanlı şair Məmməd Hüseyn Şəhriyarın Heydər Babaya Salam, Heydər Babaya Salam poeması nəşr edilir bizdə. Daha sonra Ulduz jurnalı nəşr edilir bizdə. Hələ ki bu hissədə, yəni çox mədəniyyətin içinə daxil olmayaq, yəni sinif kitabında mövzunun içində nə verilirsə, onları qeyd edirəm. Ulduz jurnalı başqa, məncə, Vəli Axundovun dövründə ən önəmli məsələlərdən biri Novruz bayramının Bahar bayramı adı altında qeyd edilməsidir. Bahar bayramı. Başqa hələ ki mənə elə gəlir bir şey qalmadı qeyd edə biləcəyimiz. Sadəcə olaraq Vəli Axundovun hakimiyyətinin sonuna yaxın 1969-cu ilin mayında belə bir şey formalaşır, ideya formalaşır, deyəndə ki, qüvvəyə gəlir. O da nədir? 1938-ci ildə SSR Nazirlər Kabineti belə bir qərar vermişdi ki, Azərbaycanın sərhəd rayonlarından 2000 hektar ərazi Ermənistana verilməlidir. Bu sərhəd rayonlarda əslən Qazaxdır, Gədəbəydir, bir də Kəlbəcərdir. Buradan Ermənistana torpaq verilməlidir. Bu söhbət 69-cu ilin may ayında aktivləşir. Amma bunu qoyaq kənara. Gəldik 1969-cu il iyul ayının 14-ündən 1982-ci ilə qədər Azərbaycana rəhbərlik edəcək Heydər Əliyev. O ki, 69-cu ildə Vəli Axundovdan sonra Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyə gəlməsi ilə həmin o qərar artıq qüvvədən düşmüş olacaq. 82-28 yazdım. 1969-1982. Bu Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrüdür. Bu hissədən bizdən çox istifadə edə bilərlər. Fərqi yoxdur, liqdə sertifikasiyada abituriyenti Heydər Əliyevin birinci rəhbərliyi və ikinci rəhbərliyi. Birinci rəhbərliyi dedikdə 1969-82 nəzərdə tutulur, istisnasız yadda belə saxlayırıq. İkinci rəhbərliyi isə Heydər Əliyevin Azərbaycana prezidentliyi dövrüdür. Yəni birinci prezidentlik və ikinci prezidentlik hər ikisi ikinci rəhbərliyin tərkib hissəsindədir. İndi baxaq görək Heydər Əliyev birinci rəhbərliyi dövründə nələr edib. Konkret illəri yazıb sonra da baş verən hadisələrdən digər prosesləri qeyd edəcəm. Məsələn, ilk gələndə neçənci ilə gələr? 1971, amma səhv eləmirəmsə bu mədəniyyətdə də bir hadisə var, Cəmşid Naxçıvanski, o heç. 1971 Kürdən Bakıya su kəməri, sonra deməli 72 bir şey yoxdur, 73, gəldi 1975-ə məişət kondisionerləri zavodu hazırlanır SSR-də ilk. Sonra 1978-ci ildə çox önəmli bir məsələ Azərbaycan SSR-nin 3-cü konstitusiyası qəbul ediləcək. 3-cü konstitusiya və bu konstitusiyada artıq qəbul ediləndə dövlət dilinin Azərbaycan dili olması barədə maddə öz əksini tapıb. Yəni, 2-ci konstitusiya 37-də qəbul ediləndə ona sonradan əlavə edirlər, yox idi. Amma 2-yə əlavə ediblər, axı 2 deyilə 3-ün 3 deyilə 2-nin nümunəsində yaranmışdı deyə. Artıq 2-ci konstitusiyada da 56-cı ildən etibarən bu qərar var idi deyə. 3-cü konstitusiyada hazırlanıb təqdim ediləndə görürük ki, dövlət dilinin Azərbaycanda olması barədə qərar orada öz əksini tapıb, yəni saxlanılıb. 1979-cu ildə Ağdam, Xankəndi, dəmir yolu çəkilir. Dəmir yolu. Daha sonra 1980-ci illərin əvvəllərində Molla Pənah Vaqifin Şuşada məqbərəsi açılır. Sonra 1982-ci ildə Hüseyn Cavidin nəşini gətirirlər Naxçıvana. Naxçıvan. Məncə ilk məsələləri bunlardır. İndi keçək digər məsələlərdən nələri qeyd edə bilərik. Ümumi ilsiz verilən, amma Heydər Əliyevin dövrünə aid olan proseslərdən.
Bunlardan elə 70-ci illərə baxdıqda 20-ci əsrin 70-ci illərinə Heydər Əliyev həm Dağlıq Qarabağ Muxtar Vilayətinin, həm də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının iqtisadi inkişafına kömək edəcək tədbirlər həyata keçirilir. Məsələn, Dağlıq Qarabağda əsas diqqət yetirdiyi yerlərdən biri Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Şuşa şəhəridir. Onun dövründə Şuşa SSR-də ümumi ittifaq səviyyəli bir kurort zonasına çevrilir. Vadi film məqbərəsi, el muzeyi, Bülbülün eyni şəkildə, daha sonra qadının adı yadından çıxdı. Xurşudbanu Natabanın büstü, bunlar hər biri Şuşada Qarabağ ərazisində açılacaq. Sonra Bakıya beynəl... Nə oldu mənə sözlər yadımdan çıxdı? Bakıya qəhrəman şəhər, yəni ki, Lenin ordeni verəcəklər. Qəhrəman şəhər yox, sadəcə Lenin ordeni. 1978-dədir. Bakı Lenin ordeni ilə təltif ediləcək. Məsələn, biz bilirik ki, 2-ci Dünya müharibəsində Bakıya qəhrəman şəhər statusu vermədilər. Çünki Bakıda, yəni Bakı şəhərinin özündə hərbi əməliyyat getməmişdi. Yəni qəhrəman şəhər o şəhərə verilir ki, o şəhərdə hərbi əməliyyat getsin, Bakıda getməyir. Amma 78-ci ildə Heydər Əliyevin dövründə Bakıya Lenin ordeni verəcək. Daha sonra Yevlax-Balakən dəmir yolu xətti çəkiləcək. Balakən dəmir yolu. Başqa da ki, yerdə qalan ümumi sözlərdir, nə bilim, korrupsiyaya qarşı, rüşvətxorluğa qarşı mübarizə, filan, kənd təsərrüfatı. Bunlar da ümumi oxunası sözlərdir, onları artıq özünüz oxuyacaqsınız. Bir də necə olacaq ki, Heydər Əliyev artıq 82-ci ildə başqa vəzifəyə gedəcək, belə ki, onların hər ikisini burada qeyd edəcəm. 1976-cı ildə SSR Nazirlər Kabinetinin siyasi bürosuna üzv seçilir, yəni üzvlüyə namizədlik verilir. Siyasi büronun üzvlüyünə namizədliyi verilir. Namizəd 76-cı ildə. 1982-ci ildə həmin artıq namizədliyi qəbul edilir, həm siyasi büronun üzvü olur, həm də ki, SSR Nazirlər Katibinin birinci müavini. Ona görə artıq bizdə fəaliyyətini dayandırır, Azərbaycan Komünist Partiyasının katibliyindən çıxır. Onun yerinə Azərbaycanda gələcək Kamran Bağırov, 1982-ci ildən etibarən bizdə rəhbərlikdə Kamran Bağırovdur. Kamran Bağırovdur 88-də gedəcək, ondan sonra gələcək Əbdürrəhman Vəzirov. Bu növbəti dərsimizdə qeyd edəcəyik. Kamran Bağırov və Əbdürrəhman Vəzirov. Heydər Əliyev gedəndən sonra orada kiçik bəzi hadisələr var, onları deyək. 80-ci illərin ortalarında və əvvəllərində, birincisi 1983-cü ildə Bakı Qrozun neft kəmərinin çəkilməsidir. Belə ki, həmin dövrdə Rusiyanın özündə yeni neft yataqları aşkar edilmişdi. Yeni neft yataqları aşkar edildikdən sonra bir növ Bakı neftinə diqqət aşağı düşmüşdü. Amma bunu qaldırmaq üçün nə edirlər? 1983-cü ildə Bakı və Qrozun arasında neft kəməri. Bu neft kəmərinin nəticəsində nə baş verəcək? Sibir nefti emal olunmaq üçün Bakıya axacaq. Saat neçədir ki, uşaqlar şey gəlir, 4 yarısı. Sibir nefti emal olunmaq üçün Bakıya gələcək. Bir də Azərbaycan SSR-nin vahid neft kəmərinə qoşulacaq. Bu hadisə olacaq 1983-cü ildə. Bir də dərin dəniz özülləri zavodu inşa ediləcək. Əvvəl bunu ilin verirlər 1986, amma indi ilin verirlər də 80-ci illərin ortası qeyd edirlər. Bu belə. Sonra 85-ci ildə SSR-də Qarbaçov gələcək hakimiyyətə, yenidən qurma və aşkarlıq prinsiplərini elan edəcək. Alkoqolizmə qarşı mübarizə kampaniyası ilə Azərbaycanda üzüm mərkəzlərini də məhv edəcək. O söhbətlər artıq bizim növbəti dərsin videosudur. Çünki yenidən qurma və aşkarlığın yaratdığı imkanlar Azərbaycanda, ümumiyyətlə SSR-yə daxil olan bölgələrin bir çoxunda, əsasən də Azərbaycan Qarabağ hissəsində milli münaqişə obyektlərinin alovlanmasına səbəb olacaq. Necə olacaq, nələr baş verəcək, növbəti dərs danışacağıq. Bugünlük bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti dərs videosunda görüşənə qədər hələlik.